Neoçianın düz sahilində yerləşən bu yer dünyanın ən quraq ərazilərindən biri hesab olunur. Bura Çilidə yerləşən Atakama səhrasıdır. Təxminən 965 kilometr uzanan bu yayla planetin ən quraq bölgəsi hesab olunur. Hətta bəzi meteoroloji stansiyalar burada heç bir damla yağış qeydə almayıb. Bura ABŞ-dakı ölüm vadisindən təxminən 50 dəfə daha quraqdır. Bəs səbəb nədir? Birinci səbəb Ant dağlarıdır. Amazon hövzəsindən gələn rütubətli hava kütlələri Ant dağlarına çatanda yüksəlir. Yağışını şərq yamacına tökür və Atakamaya gəlib çıxmır. İkinci səbəb qərbdə yerləşən soyuq Peru cəryanıdır. Bu cəryan sahil boyu havanı soyudur. Soyuq hava isə ağır olur, yuxarı qalxmır. Yuxarı qalxma olmadıqda bulud formalaşmır və yağış düşmür. Beləliklə, şərqdə hündür dağlar, qərbdə soyuq cəryan, üstəgəl tropik yüksək sahəsində yerləşməsinə görə Atakama demək olar ki, yağışsız qalır. Bu qədər ekstremal təbiətə malik olan bir yeri ziyarət etməyə cəsarət edərdinizmi?